kəlamları oxuyub müqayisə edin. Səhvini üzə deyən düşmən, bunu gizlədən dostdan yaxşıdır. Bax, burada müəllif var. Müəllif var. Dost dostun eybini üzə deyər. Deməli, səhvini üzünə deyən düşmən, bunu gizlədən dostdan yaxşıdır deyir. Əslində 1 ilə 2 eyni mənaya yaxınlaşır. Ancaq birində müəllif var, birində müəllif yoxdur. Aforizm gəlin baxaq, yadda saxla istəsən baxaq. Müdrik şəxslərin qısa, dərin mənalı fikirləri aforizm adlanır. Atalar sözlərindən fərqli olaraq aforizmlərin müəllifi məlumdur. Elmin açarı sual işarəsidir. Balzak. Bax, burada da yenə qarşısında müəllif yazanda nə olur? Aforizm olur. Atalar sözlərində isə müəllif məlum deyil. Əslində ikisi də müdrik şəxslərin qısa, dərin mənalı fikirlərini ifadə edən qısa, lakonik bir cümlədir. Sadəcə olaraq aforizmlərdən, atalar sözlərindən fərqli olaraq onların müəllifləri var. Gəlin baxaq. Tapşırıq B. Sağlam olmaq istəyirsənsə heç vaxt doyunca yemə. Çox yemək adamı az yeməkdən də qoyar. 2 atı eyni zamanda sürə bilməzsiniz. Yəni bir əldə 2 qarpız tutmaq olmaz. Qüvvət elmdədir. Başqa cür heç kəsi üstün eləyə bilməz. Ağıl gücdən üstündür. Deyir, verilmiş şeirdə hansı misralı aforizm kimi seçərdiniz? Oğlum Məhəmmədə nəsihət. Gəlin baxaq. Oğul sözlərimə yaxşı qulaq as. Ata nəsihəti faydasız olmaz. Aha, bir bu ola bilər. Ata nəsihəti faydasız olmaz. Bir elmi öyrənmək istədikdəsən, çalış ki, kamil. Bax, 2 elə bu ikisi. Bir elmi öyrənmək istədikdəsən, çalış ki, hər şeyi kamil biləsən. Kamil bir palancı olsa da insan yaxşıdır. Yarımçılıq papaqçılıqdan. Bax, bu üçüncü də bu ola bilər. Məndən söyləməkdir, səndən eşitmək. Bir insan əli boş gəzməsin gərək. Bax, sonuncu sətir də işlənə bilər. Nizami Gəncəvi. Sərkərdə və qarışqa mətnini dinləyin. Deməli, sərkərdənin başına gələn əhvalatdan nəticə çıxarıb aforizmlər yazın. Gəlin baxaq. Deməli, bir gün bir sərkərdə döyüşdə məğlub olur. Tamam ruhdan düşür, bikef halda oturub fikirləşirdi. Birdən binanın divarlarında hərəkət edən qarışqa sərkərdənin gözünə sataşdı. Qarışqa bir buğda dənəsini divarla yuxarı qaldırır. Gücü çatmayıb yerə sarılırdı. Qarışqa yenə də buğda dənəsini götürüb divarla yuxarı dırmaşırdı. Beləliklə qarışqa 30 dəfə buğdanı yerə saldı. Nəhayət, axırıncı dəfə o buğda dənəsini öz yuvasına apara bildi. Sərkərdə gördü ki, qarışqa öz məqsədi yolunda necə inadla, səbirlə mübarizə aparır. Sərkərdənin gözlərinə sanki işıq gəlmişdi. O, qarışqanın hərəkətindən özü üçün ibrət götürdü. Yeni qüvvə toplayıb məqsədinə nail oldu. Düşmənə qalib gəldi. Sərkərdə nə üçün bikef idi? Döyüşdə məğlub olmuşdu. Qarışqa buğdanı aparmaq üçün neçə dəfə cəhd elədi? Bəli, 39 dəfə. Sərkərdə qarışqadan nə öyrəndi? Ruhdan düşməməyi, mübarizə aparmağı. Sizcə sərkərdənin qalib gəlməsinə səbəb nə oldu? O, balaca bir qarışqadan neynədi? İbrət götürdü. Deməli, uğursuzluqla qarşılaşanda ruhdan düşməməliyik. Məqsədinə çatmaq üçün mübarizə aparmalıyıq. İnsan bəzən kiçik bir qarışqadan da ibrət götürə bilər. Buna aid aforizmlər yaza bilərsiniz. Keçək iş dəftərimizə. Sərkərdə və qarışqa mətni ideyasına uyğun deyil. Uğursuzluqla qarşılaşanda ruhdan düşməməliyik. Bəli, məqsədinə nail olmaq üçün əziyyət çəkməsi olar. Düşmənə qalib gəlmək üçün güclü ordu lazımdır. Xeyr, bu olmaz. İnsan bəzən zəif bir varlıqla ibrət götürülə bilər. Bəli. Olmayansa üçüncü olur. Aforizmi tamamlamaq üçün uyğun cavabı seç. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar axtarın ki,
Elə adamlar axtarın ki, onlarla yaxşı söhbət kitaba bərabər. Elə kitabları axtarın ki, içində maraqlı nağıllar olsun. Yox. Məzmunda müdriklərlə söhbət qədər dəyərli olsun. Aha, bu olar. Səhifələr rəngarəng şəkillərlə zəngin olsun. Xeyr, B variantı. Gəlin baxaq növbətisinə. Aforizmi tamamlamaq üçün uyğun cavabı seçin. Fikrini əsaslandır. Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, maşın al, paltar al, kitab al. Nə alarsan? Əlbəttə ki, burada kitab almaq cavabı daha uyğundur. Mənim fikrimcə, bax biz düşünməliyik. Kitab bizə nə verir? Bilik öyrədir, düzdürmü? İnsan o bilik sayəsində bir çox işlər görə bilər. O gördüyü bir çox işlər sayəsində işlər ona neyniyər? Pul qazandırmış olar. Gəlin yazaq. İnsan çoxlu kitab oxumalıdır. Bilik qazanmalıdır. Bilik və bacarıq qazanmalıdır. Bilik, bacarıq qazanmalıdır. Bu bilik sayəsində bilik nəticəsində çoxlu işlər görə bilər. Çoxlu işlər görə bilər. Bu işlərdən çoxlu pul qazana bilər. Yəni çoxlu kitab oxuyan böyük sərvətə sahib ola bilər. Bax bunu demək istəyir. Az pulla böyük sərvət əldə etmək istəsənsə, kitab al. Kitab alsan, yəni bir çox neyniyərsən? Biliyə sahib olmuş olarsan, çoxlu şey öyrənmiş olarsan, həyat haqqında məlumatlı olmuş olarsan. Bu məlumatlı, bilikli, zəngin, bax bilikləri ilə zəngin olan bir insan eyni zamanda neyniyə bilər? Həyatda çox işlərə qadir ola bilər, çox işlər görə bilər. Hətta özünə kiçik bir biznes də qura bilər. O biznes sayəsində çoxlu varlı ola bilər. Amma bunun üçün insana bilik və savad lazımdır. Yəni kör-köranə, heç bir bilik və savadı olmayan insan, dünya görüşü, təkcə bilik savaddan da getmir. Dünya görüşü olmayan insan heç nə qazanıb əldə edə bilməz.